Xeyir olsun, günümüz xoş olsun, ömrümüz təravətli olsun. Hə dedik, bugün nə bişirik? Maşallah. Qurban olun bu kırıçkıya. Kırıçkı gözəldir. Allah hamıya kömək olsun. Mən yetimdə onun içində. Hə, bu günləri verilişdə olmalıydım. Zəng də gəldi mənə. Səhhətimdə problem olduğuna görə verilişə gedə bilmədim. Bir ayın 11-idir. Sabahları gözəl bacımızın qardaşı dünyasını dəyişib. Onun 40-ıdır. Allah rəhmət eləsin atasını, anasını, sahibini. İnşallah sabah Kürdəxanada olacağım. Eşq olsun Bakının 32 kəndinə, Kürdəxana kəndinə, Zabrat kəndinə, Balaxana kəndinə dəvətliyəm. Oradan da inşallah bir problem çıxmasa gələrəm verilişə. Görüm nə üçün çağırırlar, nə istəyirlər. Mən işə ehtiyacım var. 050 454 16 45. Həyatdır, hər şey yaxşı olacaq. Ümidimiz Allahdır. Nə deməkdir? Fələk əlaman əlindən, nə günü qaralıyam mən, anadan olan günümdən başı bəlalıyam mən. Gözüm qapıda, qulağım səsdə, kimlər gələcək məzarım üstə. Həyatdır, bax bulardır, bax bu əziyyəti Banu çəkdi. 3 il bundan qabaq bunlar yox idi. Şükür Allaha indi bu şəraitim var. Allah böyükdür, hər şey yaxşı olacaq. Arzu həyatda real oldu. Bir dənə emosiya almalıyam, bax bura vurmalıyam. Allah kömək olsun. Dəyişməliyəm, eybi yox. Bu dəyişməsən də olar. 30 manat, 35 manatdır. Əsrkar odur ki, işim olsun inşallah. Ehtiyacım var işə. Olmasa gərək xaladenlikimi satım. Neyim, həyatdır da. Mənim üçün də belə oldu. Bu həyat üzmə gülmədi niyə? Talih yazısın silə bilmədim. Allah heç kəsin talihini qara eləməsin. Həyatdır, hər şey yaxşı olacaq. Hər kəs mənə dəstək olur. Allah kömək olsun. Eşq olsun Kürdəmirlərə, eşq olsun qusarlara, əziz qusarlar. Qərib, kimsəsiz, yalqız arzu. Səsimə səs verin. Yaxçı, qardaşın bacısı əziyyət çəkməz. Nə deyirəm? Nə deyim? Söz deməyə çoxdur, amma adamım yoxdur. Allah heç kəsi qərib eləməsin. Amin. Yenə də deyirəm, dəstək olun. Həyatdır, hər şey yaxşı olacaq. Ümidim Allahdır. Allah heç kəsi getdiyi yerlə peşman, qayıtdığı yolundan xar zəlil eləməsin. Eşq olsun zabratıma. Əziz zabratdılar. Sahib durun mənə. Sahibi olmayanın sahibi Allahdır.